Dədə Ələsgər Allahın yaratdığı möcüzələrdən biridir. Ona haqq aşiqə də deyirik, Allah vergili adam da deyirik və onun əsərlərinin elə bir şeiri yoxdur ki, o şeiri seçim eləyəsən. Yəni hamısı bir-birindən gözəldir. Siz onun geninin, qanının davamçısı kimi, babalarınız haqqında, onun möcüzələr haqqında, onun Allah vergisi olması haqqında nələri xatırlaya bilərsiniz, nələri eşitmisiniz? Onun möcüzələri çoxdur. O 1918-ci ildəki Göyçə qaçır, Göyçə yerinə. Onda da deməli ermənilər törətdilər bu haqq hesabı. Kəlbəcər rayonu bizim cəmaət yedi yaşır ora. Kəlbəcər dağın bu üzündədir, Göyçə o bir üzündədir. Göyçə qaçandan bir qədər sonra ermənilər cəmaətin qaçmağına kifayətlənmir, başlayıb evlər yandırmağa. Kəlbəcərə səs düşür ki, Göyçədə evləri yandırırlar. Gəlirlər, o dağın o axar-baxarından baxırlar. Ağkəsədə o dağdan baxanda ovuc kimi aydın görünür. Baxırlar, görürlər ki, evlər hamısı yanır, Aşıq Ələsgərin evi də manşir evi. Görürlər, onun da bacasından deməli qatı tüstü çıxır, alınıb çıxır. Xülasə çox təəssüflənirlər. Yerlerine qaydandan sonra xəbər verirlər ki, kendi yandırırlar. Aşıq Ələsgər diyor ki, sənin de evini yandırdılar. Diyor ki, yox, mənim evim yanmaz. Deyirlər ki, nətər yanmaz? Gözümüzlə gördük ki, alov yuxarı çıxırdı, bacadan çıxırdı, ev yanırdı. Dedi, yenə mənim evim yanmaz. Axı, niyə yanmaz? Dedi ki, mən yayın günündə ağzım oruç, o evin ağaçlarını meşeden kesip ne əziyyətlə gətirtmişəm. O ev yanmaz. Erməni mənim evim yandıra bilməz. Böyle gelen adamlar biraz təəccüblə çıxıb gedirlər. Elə ki, Göyçə yerinə qaydana gəlirlər ki, deməli kənddə bütün evlər yanıbdır. Amma Aşıq Ələsgərin evi yanmıyor. Deməli direğin dördünün de dibindən qamış qoyublar, yodlayıblar. Qamış külü bəlkə bir metr kül var. Qamış yanıb qamışlar. Evə od düşmüyor. Bax, belə bir möcüzəsi olur. İslam əmi, siz Aşıq Ələsgəri görməmişsiniz. Ben görmem, ben deyə bilərəm, həm görmüşəm, həm görməmişəm. Görməmişəm ona görə ki, uşaq olmuşam, bilmirəm, şunda deyil. Amma ona görə görmüşəm ki, heç olmasa, qeyri-adi olsa, şuursuz da olsa, körpə vaxtında onun üzünü görmüşəm. Belədir ki, mən anadan olanda Aşıq Ələsgər də sağmış. Xülasə, orasında deyim ki, mənim adımı Aşıq Ələsgər özü qoydu, İslam. Deyir, anam danışır, Allah kesin rəhmət eləsin. Deyir, dedi ki, 3 gündən sonra gətirin uşağa baxın. Baxandan sonra deyir, yaxşıdır. Yaxşı uşaq olacaq bu deyir. Bir dua oxudu. Dua oxudu, mənim üzümə üfürdü. Dedi, aparın, saxlayın, yaxşı uşaq olacaq. Deməli, həm adımı qoyub, həm də üzümə dua oxuyurdu. Mən ondan fəxr edirəm. Mən Aşıq Ələsgərlə bir evdə 260 gün yaşamışam. Bu, deməli, bu qədərdən sonra kişi rəhmətə gedib, mən qalmışam belə. Belə görmüşəm. Həm deməli, həm görmüşəm, həm görməmişəm, belədir. Hər halda Aşıq Ələsgər sağ olan vaxtı o udduğu havadan siz də udmuşsunuz. O ocaqda Aşıq Ələsgər sağ olanda onun nəfəsini siz də duymuşsunuz. Elədir. Amma Aşıq Ələsgər nəfəsi həmişə duyulan nəfəsdir. Yəni əsrlər keçəcək, qənirələr keçəcək, illər keçəcək. Onun nəfəsi hər birimizin qəlbimizdə, könlümüzdə və uzaqımızda olacaq inşallah. Elə də olmalıdır. İslam əmi Aşıq Ələsgər nəslinin geninin davamçısıdır. İslam əmi həm də alim kimi, tədqiqatçı kimi Aşıq Ələsgərin tədqiqatçısıdır. Elədir. Bu baxımdan yeni söz istəyirəm sizdən mən. Həqiqətən alım. Mən əlbəttə bir nəvə kimi, bir ziyalı kimi mənim borcumdur ki, Aşıq Ələsgər haqqında nəysə bir şey eləyəm. Mən onun əsərlərini hələ körpəliyimdən əzbərlədim. Məktəb qurtarandan sonra da onun əsərləri üzərində elmi surətdə çalışdım. Onun haqqında dissertasiya da yazdım. Dissertasiyam belə adlanır.
Aşıq Ələsgər və 19-cu əsr Göyçə aşıqları. Belə bir seçəsə. 83-cü ildə müdafiə elədim. Ondan başqa mənim öhdəmə düşən bir vəzifə bundan ibarət oldu ki, Aşıq Ələsgərin şeirlərini olduğu kimi çap elətdirəm. Onu olduğu kimi çap elətdirmək çətin məsələ. Nəyə görə? Çünki o yazılı şəkildə yoxdur. Yazılı şəkildə yoxdur. O aşığın, şəhidlərin hafizəsində qalmışdı. Cəmaatın, qocaların hafizəsində mühafizə olunurdu. Mən bu işə təşəbbüs göstərdim. Xeyli də müvəffəqiyyət əldə olundu. Xüsusən bu işdə atam Aşıq Talıbın hafizəsinə minnətdaram. Çünki Aşıq Talıb Aşıq Ələsgərin şeirlərinin demək olar ki, əksəriyyətini əzbər bilirdi və çox adamların, çox aşıqların bilmədiyi şeirlərini Aşıq Talıb bilirdi. Deməli, sonraki kitablarda onun şeirləri əvvəlkindən fərqli olaraq deməli, orijinala çox yaxın bir şəkildə çap olundu. Aşıq Ələsgərin haqqında onu da demək lazımdır ki, Aşıq Ələsgər çox nadir şəxsiyyətlərdəndir. O bir həm aşıq kimi, həm bir şair kimi, həm də bir el ağsaqqalı kimi belə bir böyük şəxsiyyətdir. O möcüzəli şəxsiyyətdir. Onu heç başqa adamlarla müqayisə eləmək də mümkün deyil.